Bugünkü mövzumuz Səməd Vurğunun Vaqif pyesindəndir. Oxumuşuq mu? Bəli. Deməli, burada şifahi xalq ədəbiyyat nümunələrinə, xüsusən atalar sözlərinə rast gəlinirmi? Bəli. Başlayaq onda onları mən sizdən soruşum, görüm hansı səviyyədə bilirik. Həsən, bir yandan bağlayan, bir yandan açar. Kimin nitqindəndir? Gəzban. Gəzban, afərin. Südü təmiz olur bizim analarından. Kimin nitqindəndir? Vidadini. Bəli. Sən ağa, mən ağa, inəkləri kim sağa? Kimin nitqindəndir Fatimə? Kürd Musanı. Qaçağı el özü sağlar. Həsən, kimin nitqindəndir? İlyas. Düzdür. Könlü balıq istəyənin quyruğu suda gərək. Bunu kim deyir? Nanə. Kürd Musa. Fatimə, el yığılsa vallah kərəm sındırar. Bunu kim deyir? Kürd Musa. Eyni zamanda bu Aşıq Abbas Tufarqanlının Sındırar rədifli qoşulmasındandır. Davam edək. Hər damcı qüvvətdir bir daşqın selə. Həsən, kimin nitqindəndir? Nanə, sıçanada bal tutan barmağın yalar. Kimin nitqindəndir? Eldarın. Aslanın erkəyi dişisi olmaz Fatimə. Bunu kim deyir? Vaqif. Bəs hansı əsərlə analog eləyə bilərik ki, o əsərdə də eyni bir fikir var? İskəndərnamə. Sağ ol. Uşaqlar, bu fikir İskəndərnamədə hansı obraz haqqındaydı? Nüşabə. Sağ ol, afərin sizə. Çox sağ olun uşaqlar.